Mən öz təcrübəmdən deyim, 2012-ci il idi. Texnet az bir çoxları məlumatlıdır bu sahədə olanlar. Biz Elgiz Yusifbəyli, Araz Əyyubov, Fərhad, Turqut, Royal, Şəhriyar Rzayev birlikdə məqalələr yazırdıq. İndi kimlərin adını çəkmədimsə üzrlü saysınlar. Orada çox idi. Həqiqətən də siyahıda çox adamlar vardı. Elxan Əliyev, digərləri. Və həmin dövrdə bizim məqsədimiz oldu ki, Azərbaycanda resurs yox idi. Və biz özümüz nəzərə alsaq 2009, 2011, 2012-ci illərdə hamımız o 56 kilobitli, 52 kilobitli internetə qoşularaq nəyisə əldə etməyə çalışırdıq. İnternet kartlarını alırdıq, telefon qudok çalırdı, qoşulmağa çalışırdı. Nəyisə download edəndə bir 10 dəfə, 20 dəfə qırılma olurdu. Download master falan bu tipdə toollar axtardı. İnternet download manager falan axtarırdıq ki, necə download eləyə bilərik. Həmin dövrdə biz hansı ədəbiyyatları əldə etməyə çalışırdıq. Ədəbiyyatlar necə formalaşırdı biz əldə etmək üçün? Ancaq xarici hansısa resurslardan, bəzilərinin türklərdən, bəzilərin Microsoftun müəyyən platformaları var idi. Könüllü kimlərsə biliklərini paylaşırdı, oradan əldə edirdi. Onlardan məqalələri oxuyaraq, araşdıraraq özümüz təcrübədə tətbiq edib sonra onu biz də məqalə halına salırdıq və paylaşırdıq ki, Azərbaycan dilində resurs olsun.